Bismillahirrahmanirrahim. Velhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala seyyidina ve nebiyyina Ebil Qasimil Mustafa Muhammed. Allahümme salli ala Muhammed Ve ala alihil etyebinel etharinel muntecebin siyyema begiyetillahi fil erabin. Allahümme inni ahmeduke ve esta'inuk ve estağfiruke ve tevekkelu aleyk. Vesselamu ala aimmetil muslimin ve humatil mustada'afin ve hudatil mu'minin. Usikum ve nefsi bitekvallah. İmam Zaman salamullahi aleyhin duasıyla dünyaya gələn Şeyx Mufid rəhmətullahi aleyh təqva barədə belə buyurur. Təqva əslüddin və imadul iman. Təqva o dinin əsasıdır və imanın o köküdür, imanın dirəyidir. Mən la təqvə ləhu la dinələ. Kimin təqvası yoxdur, onun dini yoxdur. Allah inşallah bizləri də təqvalılardan qərar versin inşallah. Cümə gününün birinci xutbəsində Hucurat surəsi barəsində ədəb, ərkan, əxlaq və önəmli göstərişləri özündə ehtiva edən Hucurat surəsi barəsində danışırdıq. Mən xırda bir xatırlatma eləyim, keçmiş ayələri təkrar eləyim. Bugün inşallah 7-ci ayə barədə bəzi nöqtələrə işarə eləyəcəm. Bismillahirrahmanirrahim. Surə möminlərə müraciətdir. Allahın möminlərə mesajlarıdır. Ya eyyuhəllezine amanu la tuqaddimu beyne yedeyillahi və rasulihi vettaqullah innallaha semi'un alim. Ey möminlər, Allahdan və peyğəmbərdən, onların göstərişlərindən, hökmlərindən önə keçməyin. Bu birinci önəmli göstəriş idi ki, qabaq ətrafında geniş danışmışıq. Peyğəmbərlə münasibətdə imamlara qarşı, onları ziyarət edən zaman, onlara bağlı olan, onların xəttini davam edən alimlərə qarşı bu ictimai əxlaqları, məsələləri riayət eləyin. La tərfəu əsvətəkum fəvqə səvtin nəbi. Səsinizi Peyğəmbərin səsindən ucaltmayın. Bir-birinizlə səsinizi ucaldıb danışdığınız kimi Peyğəmbərlə danışmayın ki, əməlləriniz puç olar, batil olar. Amma o şəxslər ki, buna riayət edirlər, Allah onların qəlblərini təqva ilə imtihan eləyib. Onlar üçün bağışlanma və böyük mükafat var. O şəxslər ki, Peyğəmbəri qapı, divar arxasından çağırırdılar, onların çoxsu düşüncəsizdir, ayə buyurur. 5-ci ayədə oxuduqca əgər onlar biraz səbr eləsəydilər, Peyğəmbər özü onlar üçün xaric olsaydı, onlar üçün daha xeyirli idi. 6-cı ayə keçən həftələrdə bu ayə barəsində danışırdıq ki, çox önəmli, müsəlmanların az riayət etdiyi, amma çox önəmli olan, önəm verməli olduğu ayədir. Ey iman gətirənlər, İncəəkum fəsiqun. Sizə bir fasik, Allahın itaətindən çıxan bir şəxs, Allahın əmrindən çıxan bir şəxs, günah edən, günah etməkdə məşhur olan, xüsusilə yalanla məşhur olan bir şəxs sizə xəbər gətirdi, mühüm bir xəbər. Fətəbəyyənu. Onu araşdırın, elə gözü yumlu qəbul eləməyin. Sadəlöv olmuyor. Əgər belə etsəz, bilmədən cəhalət üzündən hər hansı bir tayfaya, bir qövmə zərər vurarsınız, özünüz də xəbəriniz olmadan və sonra da peşman olarsınız. Bu keçən həftələrdə olan ayələrdir. Bugün 6-cı, 7-ci ayə barəsində danışacağım. Bismillahirrahmanirrahim. Və aləmu ənə fikum rəsulallah ləv yuti'ukum fi kəsirin minəl əmri lə'anittum
وَلَكِنَّ اللَّهَ حَبَّبَ إِلَيْكُمُ الْإِيمَانَ وَزَيَّنَهُ فِي قُلُوبِكُمْ وَكَرَّهَ إِلَيْكُمُ الْكُفْرَ وَالْفُسُوقَ وَالْعِصْيَانَ أُولَٰئِكَ هُمُ الرَّاشِدُونَ. 7-ci ayənin tərcüməsi bundan ibarətdir ki, ey möminlər, bilin ki, Allahın Peyğəmbəri sizin aranızdadır, fikum. Buna görə də əgər işlərin çoxunda o sizə tabi olsa, mütləq çətinliyə düşərsiniz və məhv olarsınız. Əgər o sizə tabi olsa, yəni ayə demək istəyir, siz Peyğəmbərə tabi olmalısınız. Lakin Allah imanı sizə sevdirdi və onu qəlblərinizdə cilvələndirdi və küfür, itaətsizlik və günahı nəzərinizdə nifrətə layiq etdi və doğru yolu tapmış kəslər də elə bunlardır. Ayə çox önəmli ayədir, xüsusilə iman və küfür barədə işarə etdiyinə görə. Baxın, bu xitab möminlərə xitab edərək ayə başlayır. Bilin, bilindən məqsəd həmin möminlərdir. Bir çox ayələr var, belə formada başlayır. Bilin, agah olun və əsas məqsəd Allahın vilayətini və sonra Peyğəmbəri, Allahın kitabını qəbul edənlərdir üçündür bu xitab. Ayə buyurur ki, Peyğəmbər sizin aranızdadır, yəni sizin cəmiyyətinizin aranızdadır, sizə əl çatan yerdədir Peyğəmbər. Baxın, Peyğəmbər barəsində biz bu ayədə danışanda Peyğəmbərin xəttinə bağlananlar, indiki dövrə kimi Peyğəmbərin xəttinə bağlananlar nəzərdə tutulur öz səlahiyyətlərinə uyğun olaraq. Peyğəmbərin ümmət arasında olması bundan sonraki ayədə də işarə olunduğu kimi bir çox ayələrdə də var. Həm böyük neymətdir, həm böyük məsuliyyətdir. Və Peyğəmbərin bizim aramızda olmasının mənası bu ayədə ki, deyilmiş sizin aranızdadır, yalnız Peyğəmbərin olan dövrünə aid deyil. Peyğəmbər öz əxlaqınla, öz rəftarınla, öz elmindən həmişə bizim aramızdadır. Hədis bunu təsdiq edir. İmam Baqir əleyhissalamdan nəql olan hədisdə buyurur ki, Peyğəmbər sizin aranızdadır. Mənası budur ki, öz elmi ilə sizin aranızdadır. O miras qoyduğu, gətirdiyi o elm və mariflərlə sizin aranızdadır. Və Peyğəmbərin vəfatından sonra da o həmin elm sizin aranızda qalır. Ayə buyurur ki, əgər Peyğəmbər sizdən itaət etsəydi, bu formada olan Quranda bir çox ayələr var, şərtləri bəyan edir. Əgər belə olsaydı, əgər bu iş görülsəydi, bunlar mümkün olmayan işlərdir. Yəni, belə bir şey heç vaxt olmaz. İndi bu ayə ki, deyir, əgər Peyğəmbər sizdən itaət etsəydi, mənası budur ki, yəni heç vaxtda itaət etməzdi. Çünki Allah Taala Peyğəmbərləri elə şəxslərdən seçib ki, onlar yalnız Allahın əmrinə tabi olurlar və Allahın əmri ilə hərəkət edirlər. Sadəcə bizə çatdırmaq üçündür bu formada olan. Əgər Peyğəmbər sizdən itaət etsəydi, nə olardı? Çox çətinliyə düşərdiniz və bu çətinliyiniz sizi həlakətə aparardı. Həlakətə düçar olacağınız bir çətinliyə düşərdiniz, əgər Peyğəmbər sizdən itaət eləsəydi. Bunun səbəbi nədir? Səbəbi odur ki, insanların çoxu o istəkləri, o nəfsani istəklərdən irəli gəlir. Öz məsləhətlərini lazımı qədər bilmirlər. Ona görə əgər Peyğəmbər birə adi insanlardan itaət etsə, insanların özünün həlak olmaqlarına səbəb olar.
Deməli, Peyğəmbər nə başqa insanlardan itaət etməlidir, nə edə bilər. Səbəbini də qeyd elədik. Amma bu ayədə ən önəmli və kilidi nöqtə bu hissədir ki, ayədə vurğulanır. Lakinnallaha habbaba ileykumul iman və zəyyənahu fi qulubikum. Amma Allah imanı sizin qəlbinizdə sevimli etdi. Məhəbbət yaratdı qəlbinizdə imana qarşı. Bu cümlə, bu ayənin bu hissəsi göstərir ki, iman qəlbə bağlı olan bir məsələdir və onun sevdirilməsi Allah tərəfindəndir. Allah həm imanı bizim üçün sevdirib, həm küfrə nifrəti yaradıb bizim qəlbimizdə. Əgər kimdəsə bu varsa, bunun yaradıcısı Allahdır. Mənası nədir bu ayənin? Bu kimi bir çox ayələr var. Bizə nəyi başa salmaq istəyir? Bildirmək istəyir ki, əgər sizdə bir iman varsa, imana sahib olmusunuzsa, məğrur olmayın və bu imanınızla fəxr eləməyin. Bunları Allahın tövfiqi ilə Allah yaradıb sizin qəlbinizdə. Ayənin sonu vurğulayır ki, həqiqi o inkişaf eləmiş şəxslər bunlardır. Həqiqi hidayət olmuş şəxslər bunlardır. Hansı şəxslər? Qəlblərində imana qarşı məhəbbətləri var və oxuyacaq, ətraflı mən qeyd eləyəcəm, küfür, fisk və üsyana qarşı nifrəti var qəlbində. Əgər bir adam bilmək istəyirsə, bu ayənin vurğuladığı kimi, Allahın bəyan elədiyi kimi o hidayət olmuş şəxslərdəndirsə və həmin böyümüş ayə deyən kimi inkişaf etmiş şəxslərdəndirsə, bu iki xüsusiyyət onda olmalıdır. İmana qarşı məhəbbət, imanlı şəxslərə qarşı məhəbbət və küfrə, açıq-aşkar günaha nifrət. Və zəyyənahu fi qulubikum. Və sonra Allah buyurur, imanı sizin qəlbinizdə sevdirdi və onu sizin qəlbinizdə zinətləndirdi, gözəlləşdirdi, cilvələndirdi sizin qəlbinizdə. Elə bir formada ki, onda artıq heç bir çirkinlik qalmadı, heç bir şək-şübhə qalmadı. İmam Sadiq əleyhissalamdan nəql olan bir hədisdə o həzrət vurğulayır ki, zəyyənahu fi qulubikum, yəni qəlbinizdə zinətləndirdi. Mənası budur ki, şək və tərdidi müminin qəlbindən çıxartdı, aradan apardı. Mümin bir şəxs artıq Allahın varlığına, peyğəmbərlərin gəlişinə və digər o iman bəsləyəcəyi olduğumuz şeylərə qarşı artıq şək-şübhə yoxdur. Və bütün bunlar Allah tərəfindəndir. Və kərrəhə iləykumul kufra vəl fusuqa vəl isyan. Və yenə də Allahdır ki, küfür həqiqəti inkar eləmək və onu gizlətmək, onu üstünü örtmək. Və bunun ən böyük bariz nümunəsi Allahı inkar etməkdir. Ən böyük həqiqət olan Allah. Ona görə Allaha inanmayanlar, Allahı inkar edənlərə kafir deyilir. Fisk barədə qabaqçı ayələrdə danışmışdıq. Fisk Allahın itaətindən xaric olmaq. Fisk sözü xaric olmaqdır. Fasıq o şəxsdir ki, Allahın itaətindən xaric olur. Üsyan da budur ki, bir Allahın əmrindən açıq-aşkar boyun qaçırasan. Yəni Allahın əmrlərini qəsdən yerinə yetirməyəsən. Açıq-aşkar zahiri olaraq cəmiyyətdə açıq-aşkar Allahla düşmənçilik eləyəsən. Allahın əmrlərini ayaq altına qoyasan, buna deyirlər üsyan. Yəni Allahın əmrlərindən bilərəkdən boyun qaçırmaq.
Allah Taala buyurur, mömin şəxslərdə bu 3 dənə xüsusiyyətə qarşı nifrət var. Küfrə qarşı, fiskə qarşı, Allahın itaətindən çıxmaq və Allahın itaətindən qəsdən boyun qaçırmaq, üsyan eləmək. Allah bu 3 xüsusiyyəti də sizin üçün mənfur və çirkin qərar verib ki, ona qarşı nifrətiniz var. Bir çox rəvayətlər ki, bu ayənin nəzdində nəql olunub. Hədislərdə var ki, həbbəbə ileykumul imandan məqsəd, yəni o iman ki, Allah sizin üçün sevdirdi, məqsəd Əli ibn Əbi Talib əleyhissalamın vilayətidir. Əllamə Təbətəbai rəhmətullahi aleyh buyurur ki, əlbəttə bu kimi rəvayətlər ayənin təfsiri deyil, tətbiqdir. Yəni biz ayəni istəyirik uzlaşdıraq, bu uzlaşdırmadır. Həmin bu rəvayətlər bəyan edir, bu imandan məqsəd budur. Əli ibn Əbi Talibin vilayəti və küfrdən məqsəd budur ki, Əhl-i Beyt düşmənlərindən düşmənçilik. O ki, Allah sizin qəlbinizdə küfr, üsyan və fiskə qarşı nifrət yaradır. Bu həmin məqsəd Əhl-i Beyt düşmənlərinə qarşı düşmənçilikdir. Və bu 2 rəvayəti bir araya gətirsək, məqsəd budur ki, əgər bir adam bilmək istəyir, o hidayət olmuşlardandır, baxsın ki, Əli əleyhissalamın vilayətinə nə qədər sadiqdir və Əhl-i Beytin düşmənlərinə nə qədər nifrət eləyir. İmam Sadiq əleyhissalam buyurur, Raşidun ki, bu ayənin axırında gəlir, yəni hidayət olmuşlar, o inkişafa çatmışlar. O şəxslərdir ki, Allah qəlblərində imanı zinətləndirib və küfrü onlar üçün bəyənilməz qərar verib və həmin bu şəxslər Əli ibn Əbi Talib əleyhissalamın şiyələridir. Mən bu qədər mətləblə kifayətlənirəm. Ayənin təfsiri nöqtələri çoxdur, xüsusilə iman barədə növbəti həftələrdə daha ətraflı danışacağıq. Allah inşallah hər birimizi imanlılardan qərar versin. Allah Taala özünün istədiyi və Quranda təriflədiyi möminlərdən bizi qərar versin. Allah Taala İmam Zaman salamun əleyhin zuhurunu təcil eləsin. O həzrəti fikirləşənlərdən, gəlişini fikirləşənlərdən, öz şəraitimizə uyğun, öz gücümüzə uyğun və bu sahədə səhlənkarlıq etmədən o həzrətin gəlişinə zəmin yaradanlardan bizi qərar versin. Bismillahirrahmanirrahim. İnna enzəlnahu fi leylatil qadr. Və mə ədrake mə leylatul qadr. Leylatul qadr xayrun min əlfi şəhr. Tənəzzəlul mələikətü və ruhu fiyhə biizni rabbihim min kulli əmr. Salamun hiyə həttə mətlə'il fəcr. Sadaqallahul aliyyul azim.